Bugün istədik ki, davranış pozuntularından, idarə olunmasından, səbəblərindən və həlli yollarından danışaq. Qonağımızı sizə təqdim edeyim. Həkim, psixiatr, psixoterapevt Yasəmən Səmədova. Bu sadəcə dırnaq yeməyə ya da saç qopartma deyil, bu davranış pozuntusu deyil. Burada daha ciddi bir problemlərdən və şikayətlərdən danışırıq. Bir hiperaktiv uşağa həmən xəstədir, problemdir, normal deyil, damğalaya bilmərik. Bəziləri də bunu genlə əlaqələndirirlər, nəsildən gəlir. Yəni mən də belə olmuşam. Atası da belə olub. Hiperaktiv uşaqlar impulsiv olduqları üçün onlar da nizam-intizama tabe olmaqda çətinlik çəkirlər. Nə zaman biz davranış pozuntuları daha çox görürük? Ailədə valideyn yanaşması daha sərt olan, radikal olan və eyni şəkildə laqeyd olan valideynlərdə. Biz əlimizdən gələni elədik, amma artıq bacarmırıq. Bir mütəxəssisə, bir psixoloji dəstəyə ehtiyac var. Uşaqlıqda başlayan davranış pozuntusunun riski daha yüksəkdir və gedişatı daha pisdir. Davranış pozuntuları hər yaşda özünü göstərir, amma elə bilirəm ki, yəqin ki, xüsusi bir yaş dövrü var ki, orada daha qabarıq şəkildə biz bunu müşahidə eləyə bilərik. Tədqiqatlar göstərir ki, gün ərzində 2 saatdan çox ekrana məruz qalan uşaqlarda davranış pozuntularının riski demək olar ki, 2 qat artır. Davranış pozuntuları da məncə digər problemlər kimi səbəbsiz yaranmır. Uşaq yalan danışırsa, uşaq oğurluq eləyirsə, gəlin bir səbəblərinə baxaq. Salam, xoş gördük. Simart Sağlam İnkişaf Platformasının təşkilatçılığı ilə Valideyn Bələdçisi podkastını izləyirsiniz. Bugün istədik ki, uşaqların davranışlarından, daha doğrusu davranış pozuntularından, idarə olunmasından, səbəblərindən və həlli yollarından danışaq. Uzatmadan qonağımızı sizə təqdim edeyim. Həkim, psixiatr, psixoterapevt Yasəmən Səmədova. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Hər vaxtınız xeyir. Biz Yasəmən xanımla çox gözəl, ülvi bir mövzudan, sevgidən danışmışdıq. Uşaqların sağlam sevgi mühitində böyüməsindən danışmışdıq. Yeri gəlmişkən, əgər aranızda izləməyənlər varsa, şiddətlə tövsiyə edirəm. Podkastlarımız içindən seçib baxa bilərsiniz. Bugün isə istədik ki, belə həssas, vacib, həm valideynləri, həm müəllimləri həmişə narahat eləyən bir mövzudan danışaq. Uşaqlarda davranış pozuntuları. Yasəmən xanım, əvvəla istəyirəm ki, bunun bir əvvəlinə, əlifbasına enək. Ümumiyyətlə, davranış pozuntuları dedikdə konkret olaraq nə nəzərdə tutulur? Çox gözəl sualdır. Çünki bizim də təcrübəmizdə gördüyümüz budur ki, müəyyən uşaqların hansısa belə deyək, normal hesab edilməyən bir çox davranışlara davranış pozuntusu diaqnozu qoyulur. Əslində davranış pozuntusu ciddi bir diaqnozdur. Davranış pozuntusu nədir? Bir insanın onun yaşına görə sosial və əxlaqi hansısa öhdəliklərinin yerinə yetirilməməsi və bunu düzənli, davamlı şəkildə həm özünə, həm ətrafdakı insanlara zərər ya da narahatçılıq verməsinə davranış pozuntusu biz deyirik. Yəni burada nəyi nəzərdə tuturuq? Bu sadəcə dırnaq yeməyə ya da saç qopartma deyil, bu davranış pozuntusu deyil. Burada daha ciddi bir problemlərdən və şikayətlərdən danışırıq, hansılar ki, həm fərdin özünə, həm cəmiyyət üçün ciddi bir problemdir. Davranış pozuntusundan əziyyət çəkən xüsusilə də uşaq və yeniyetmələr ki, bu diaqnozu biz 18 yaşına kimi qoyuruq. 18 yaşına qədər davranış pozuntusu diaqnozudur. Davranış pozuntusu yetişkin həyata keçirsə, artıq bu antisosial şəxsiyyət pozuntusudur. Daha başqa bildiyimiz problemlər sosiopatlardır. Yəni davranış pozuntusunun qarşısını almırıqsa, bu gələcəyin sosiopatlarıdır. Ki, cəmiyyət üçün bu çox vacib bir mövzudur, cəmiyyətimiz üçün. Davranış pozuntusundan əziyyət çəkən uşaqlarda və yeniyetmələrdə müəyyən hansı şikayətlər olur. Bunlar hansılardır? Bu uşaqlarda empati duyğusu, mərhəmət duyğusu çox aşağı olur. Yəni heyvanlara zərər vermək, bundan zövq almaq, nizam-intizam qaydaları pozmaq, məsələn məktəbə getməmək, məktəbi rədd etmək, böyüklərin sözlərini rədd etmək, yeniyetməlik dövründə misal üçün 11-dən sonra
evə gəl deyildiyi halda gecəyə qədər hardasa gəzmək, yəni dostlarla vaxt keçirmək, evdən qaçmaq, manipulyasiv davranışlar göstərmək, aldatmaq, düzənli şəkildə yalan danışmaq, oğurluq etmək, başqasının mülkünə zərər vermək, məsəl üçün yandırmaq, qırmaq, tökmək, oğurluq etmək. Yəni bu ciddi bir davranışlar və bunların müəyyən vaxtda tutam ki, son 6 ayda, 1 ildə təkrarlayıcı şəkildə edilməsi üçün biz davranış pozuntusu diaqnozu qoyuruq. Yəni o davamlı şəkildə, yəni əgər o müddətdə davam eləyirsə 6 ay müddətində, deməli 100% o uşaqda. Bəli, nəyi nəzərdə tuturam? Məsəl üçün tutaq ki, bir övladımız icazəsiz kiminsə əşyasını götürdü məktəbdə. Bu bir dəfə oldu. Bir dəfə oldu. Biz buna davranış pozuntusu diaqnozu qoya bilmərik. Yəni bir altında nələr var, necə oldu, səhv oldu, uşaq fərqinə varmadı, nə dərəcədə yanlış davranış etdiyini. Amma bunun məsəl üçün son 6 ayda ən azından bu sadaladığım şikayətlərin birinin düzənli şəkildə olması lazımdır. Məsəl üçün çox yalan danışmaq. Hər şeyi bəzəyib, yalan danışmaq, yəni kiçik şeylərdə, böyük şeylərdə, hər şeydə məsəl üçün son 6 ayda, 1 ildə yalan danışır. Yanaşı da hansısa müəyyən digər şikayətlər var. O zaman biz davranış pozuntusu diaqnozu qoyuruq. Bəli. Bəzən də deyirlər ki, bu uşaq qaynayır, bu uşaq yerində dayanmır, bu uşaq dəcəldir və bəziləri belə çox hərəkətli, aktiv uşaqları da davranışında hər hansısa pozuntu var deyə adlandırırlar. Bu nə dərəcədə düzgündür? Qaynayan uşaqların bir çoxlarında qoyduğumuz diaqnoz diqqət əksikliyi, hiperaktiv, yəni hiperaktiv tip uşaqlar olur. Hər zaman müayinədə də dediyimiz bir şey var. Niyə biz diqqət dağınının hiperaktivliyi bu qədər önəmsiyirik və müalicə almağa, dəstək almağa çağırırıq valideynləri? Çünki xüsusilə də impulsiv və hiperaktiv tip olan uşaqlarda, məsəl üçün uşaq gəlib 3 yaşındadır. Bu qaynama da fərqli ola bilər. Bəzi uşaqlar aktivdir. Hər hərəkətli uşağı da belə problemli adlandırmaq olmaz. Bəli, yəni biz müşahidə edirik, yəni bu hiperaktivlik nə dərəcədədir? Çox güman ki, bəlkə də gələcəkdə bu diqqət dağını hiperaktiv olan uşaq olacaq. Hiperaktiv uşaqlar impulsiv olduqları üçün onlar da nizam-intizama tabe olmaqda çətinlik çəkirlər, duyğularını tənzimləməkdə çətinlik çəkirlər və əksər diqqət dağını hiperaktiv olan uşaqlarda, xüsusilə də dediyim kimi hiperaktiv impulsiv tiplərin 40-50% gələcəkdə davranış pozuntusu diaqnozu alırlar. Yəni buna da bağlı, hətta keçən görüşməmizdə də demişdim, diqqət dağını hiperaktiv olan məsələn yetişkinlərin, məsələn məhbusların hardasa 60-70, yəni bir hissəsi faiz uşaqlıqda diqqət dağını hiperaktiv diaqnozu alan ya da doğrudan da uşaqlıqda araşdırılır ki, uşaqlıqda hiperaktiv, impulsiv olanlardır. Çünki artıq yeniyetməlik dövründə burada ya da uşaqlıq dövründə davranış pozuntuları da yanaşı baş verir. Yəni bu diaqnozda qoşulduğu üçün və ikisi birlikdə çox ağır keçir. Ona görə bir hiperaktiv uşağa biz yəni həmən xəstədir, problemdir, normal deyil, damğalaya bilmərik. Bəli. Yəni aktiv uşaq davranış pozuntusu var bu uşaqda, hiperaktiv uşaqsa deyə bilmərik. Yəni hiperaktiv uşağın məsələn ehtiyacı nədir, ona baxmalıyıq. Məsəl üçün bu çox fərqli səbəblərlə bağlıdır. Bəzən görürsən ki, valideynlər lazımlı bir belə də şərait yaratmır uşağa. Məsəl üçün uşağa deyirsən ki, idmana göndərin, uşaq idmana gedir, biraz rahatlayır. O enerjisini orada sərf eləyir. Bəli, enerjisini orada sərf eləyir. Və bununla bir növ aktivliyini azalda bilir. Bəzən böyüdükcə artıq beyin bunları tənzimləyə bilir və o qədər hiperaktiv deyil artıq uşaq. Bəzən dediyim kimi bu gələcəkdə diqqət dağının hiperaktivliyə keçir. Yəni bir diaqnoz artıq olur və diaqnoz olduğu zaman da yəni bir ehtiyatla yanaşmalıyıq ki, burada uşağın misal üçün bu hiperaktivliyi nə dərəcədə ona zərər verir. Bəzi uşaqlarda bu travmatik ola bilir. Məsələn
çox aktivdirlər, impulsivdirlər, davakardılar. Yəni valideynlər burada diqqət etməlidirlər. Həmən də uşağıma mənim uşağım problemlidir, hiperaktiv də deməməlidirlər. Boş buraxmamalıdırlar ki, atasına oxşur, Nəzarətdə əmisinə oxşur. saxlasın. Bəli, nəzarətdə. Bu aktivlik nə dərəcədə zərərlidir, nə dərəcədə həyat keyfiyyətinə təsir edir. Buna diqqət etməlidirlər. Amma hər aktiv uşağa biz davranış pozuntusu diaqnozu qoya bilmərik. Təbii ki, bu yanlışdır. Bəli. İndi siz dediniz atasına oxşuyur, əmisinə oxşuyur. Bəziləri də bunu genlə əlaqələndirirlər, nəsildən gəlir. Yəni mən də belə olmuşam, atası da belə olub və s. Ümumiyyətlə genlərin, genetikanın bu mövzuda rol necədir? Faizlə götürsək, 30-60% bağlıdır. Yəni müəyyən artıq aşkarlanıb müəyyən genlər var ki, onlar xüsusilə də aqressivlikdə, sonra duyğuları tənzimləməkdə, impulsivlikdə böyük rol oynayırlar. Amma burada Şəbnəm xanım genetikdir. Sadəcə genetikanın üstünə ata bilmərik. Çox az bir faizdir. Bu hansı davranış pozuntulara bağlı ola bilər? Bəzən erkən yaşda başlayan davranış pozuntuları var. Daha çox orada genetik bağlılığı yüksəkdir. 40%dir hardasa. Ya orada müəyyən genlər var ki, uşağın məsələn müəyyən o davranışla empati hissini duymaq, yəni o zalimlik hissini, yəni genetik, yəni artıq tibb bunu deyir ki, genetik keçə bilir. Yəni orada müdaxilələr də bəzən kömək eləmir, müalicələr də kömək eləmir. Amma tibbdə epigenetika deyilən bir şey var. Epigenetika nədir? Yəni mənim müəyyən genlərim var, amma mən dünyaya gəldiyim zaman müəyyən bir cəmiyyətdə, müəyyən bir ailədə böyüyürəm. O ailənin təsiri, cəmiyyətin təsiri çox önəmlidir. Yəni biz sadəcə bu uşaqda genetikdir, məsələn babasında belə olub, əmisində belə olub. Özümüzü rahatladırıq mı? Bəlkə məsuliyyətdən qaçırıq, bəlkə hardasa. Amma böyüdüyü mühit, yanaşma çox önəmlidir. Yəni bu genlərin aktivləşməsi üçün epigenetika dediyimiz, yəni doğumdan sonraki böyüdüyü mühit çox önəmlidir. Yəni nə dərəcədə bu şikayətlər şiddətli olacaq? Yasəmən xanım, bu davranış pozuntusunu qabaqcadan müəyyən eləmək olurmu ki, qarşısı alınsın? Yəni onun valideyn nə edə bilər, nəyə diqqət eləyə bilər? Valideynlərin diqqət edə biləcəyi mövzu nədir? Uşaqlar böyüdüyü zaman, yəni çox fərqli təbiətdə olurlar da uşaqlıqdan. Məsələn, huyu suyu hər uşağın çox fərqlidir. Elə uşaq var ki, çox mülayimdir. Elə uşaq var ki, çox səbirsizdir. Elə uşaq var ki, növbəni belə gözləyə bilmir. Yəni biz burada diaqnozlardan danışırıq, amma biraz bu diaqnozlardan çıxsaq, uşaqların fərdlərinə, fərdi yanaşma hər birinə, xüsusiyyətlərinə fikir verməmiz. Yəni elə uşaq var ki, gedişatda hansısa bir şeyi planlaşdırıb, misal üçün bir ad günlüsü olacaq, orada çoxlu qonaqlar olacaq, amma bir şey baş verir, bir yaxını xəstələnir, nə bilim, planlaşdırılmadan bir hadisə olur, həmən onu çox ciddi şəkildə, çox aqressiv, yəni sadəcə bir nümunədir təbii ki, qarşılayırlar. Yəni yolunda getməyən bir hadisələrlə barışmaq, onları qəbul etmək uşaqlıq yaşından çox çətindir. Elə uşaqlar var ki, məsələn, davakarlığa meyillidirlər. Bunları müşahidə etməlidirlər valideynlər. Mənim uşağımda hansı davranışlar var ki, hansıların üzərindən mən işləməliyəm. Həmən bunu amma damğalamamaq, yəni uşağım düzənsizdir, tənbəldir, diqqətsizdir. Yəni burada daha çox mənim uşağımın diqqətlə bağlı olan bacarıqlarını öyrənməsi lazımdır. Məsəl üçün, tənbəllik nədir? Biraz sürətdə yavaşlıq, yəni düzənli şəkildə hansısa işləri görməkdə. Nələr edə bilərəm ki, bu bacarıqları mənim övladım əldə edə bilsin deyə düşünməlidirlər. Yəni biraz uşaqları qıraqdan müşahidə etmək, öz gözləntilərimizdə olan övladlar yetişdirmək yox, uşağımın qabında nə var və tam ki bunun səbirsizliyi ya da onun aqressiv olması, bir şeyləri həmən qabullanmamaq, yəni küsmək, aqressiv davranışlar göstərmək ya da misal üçün yalan danışmaq, bunlar niyə baş verir? Nələr edə bilərəm, necə kömək edə bilərəm övladıma? Yəni ilk yaşlarda xüsusilə də biz bilirik ki, müəyyən bir
dövrdə bir problemlər yaşandı. Əhməd adında bir şəxs ailəsini öldürdü və o zamanlar çox ciddi şəkildə valideynlər qorxmağa başladılar. Hətta inandırım sizə, yəni bəzi uşaqlarda heç o dərəcədə biz dəyərləndirmədiyimiz problemləri valideynlər bizə müraciət edirdilər ki, biz çox qorxmuşuq. Bizə də gələcəkdə belə bir şey ola bilərmi? Çox bir ajotaj yaşandı o Təşvişə dövrdə. düşüblər. Bəli, uşaqlıq dönəmindən uşağımızı yargılamadan, çünki yəni olmadığı yerdə biz uşağımıza bir damğa asırıqsa ki, aqressivdir, xasiyyəti pisdir, yəni anormaldır və s. dediyimiz zaman, yəni biz uşağımıza kömək etmirik. Amma hansı sahədə, hansı xüsusiyyətlərində, yəni həyat keyfiyyətinə təsir edir, gələcəkdə ona əngəl yarada bilər. Məsələn, səbirsizdir uşaq. Bir şeyi həmən məsələn səbir etmir, növbəsini gözləmir ya da tutam ki, yəni bir oyuncaq alacağıq, oyuncağı həmən indi istəyir. Necə öyrədə bilərik uşağımıza bunu? Hansı bu bacarığı necə yetişdirə bilərik, necə inkişaf etdirə bilərik? Bu şəkildə düşünmələri təbii ki, ola bilərsə bu cür problemlər qarşısını alacaq. Olar. Bu davranış pozuntuları hər yaşda özünü göstərir, amma elə bilirəm ki, yəqin ki, xüsusi bir yaş dövrü var ki, orada daha qabarıq şəkildə biz bunu müşahidə eləyə bilərik. Ümumiyyətlə kiçik yaşlı uşaqlarda bu necə özünü göstərir, yeniyetmələrdə necə olur? Davranış pozuntuları 3 tipə bölünür. 10 yaşa, 8-10 yaşda ortalama başlayır. Amma 10 yaşa qədər davranış pozuntusu yəni o uşaqlarda olan 10 yaşa qədər, 10 yaşdan yuxarı olan 18 yaşa qədər yeniyetməlikdə yaranan davranış pozuntusu və qarışıq olan, yəni tam müəyyən eləmək olmur ki, hansı yaş dövründə başlayıbdı davranış pozuntusu. Biz bu şəkildə bölürük. Burada bir əsas nüans nədir? Yeniyetməlikdəki başlayan davranış pozuntuları daha kəskin keçsə də gedişatı və gələcəkdə yəni proqnozu daha yaxşıdır. Uşaqlıqda başlayan davranış pozuntusunun riski daha yüksəkdir və gedişatı daha pisdir. Bu şəkildə biz bölürük. Təbii ki, uşaqların yaşına görə gedişatda şikayətlər dəyişə bilir. Yeniyetmələr özlərinə məxsus davranışlar göstərə bilirlər. Məsələn, 5 yaşda, 6 yaşda uşaq çox da evdən qaçmağı sərgiləyə bilməz, amma tutaq ki, yeniyetmə bunu edə bilər. Qapını bağlasan belə, yəni aşağı mərtəbədə yaşayırsa, pəncərədən qaçıb gedər. Tutağım ki, ya da heç cür məsələn evi dağıdar, otağı dağıdar, çıxar qapını çırpıb çıxar gedər. Yəni məsələn qız uşaqlarında, oğlan uşaqlarında bu məsələn oğlan uşaqlarında daha çox davakarlıqla, impulsivliklə biruzə verirsə, qız uşaqlarında bu daha çox yalan danışmaqla, manipulativ davranışlarla, əks cinsə aşırı dərəcədə maraq olmaqla biruzə verir. Bəli. Davranış pozuntuları da məncə digər problemlər kimi səbəbsiz yaranmır. Yəni əgər xəstəlikləri çıxsaq, anadan gəlmə xəstəliklərdir, patoloji xəstəliklər və s. onları çıxsaq, bunun da arxasında dayanan bir səbəb var və ya səbəblər. Nədən yaranır? Harda səhv eləyirik? Yəni biz artıq genetikadan danışdıq. Bəli, bu bir risk faktoru. Təbii ki, bu dediyimiz bütün səbəblər dediyimiz risk faktorlarıdır. Risk faktorları nədir? Yəni ehtimalı daha artıran hansısa situasiyalar və biz bunlara faktor deyirik, təkanlar. Genetikadan başqa, təbii ki, genetika ilə də yanaşı dediyimiz bu neyrogenetik, yəni anadan gəlmə hansısa pozuntular, ən çox gördüyümüz diqqət dağınığı, hiperaktivlikdir. Digəri isə təbii ki, burada ailə tutumu çox önəmlidir. Nə zaman biz davranış pozuntuları daha çox görürük? Ailədə valideyn yanaşması daha sərt olan, radikal olan və eyni şəkildə laqeyd olan valideynlərdə. Yəni həm sərtdilər, yəni bəzən sərt, radikal, yəni səhvi bağışlamayan, ağır qaydalar qoyan, şərtlər, şiddətlər, istər bunun psixoloji, istər sözəl şiddət, istər fiziki şiddət və aşırı dərəcədə boş buraxmaq.
boş buraxmaq, yəni demokratik ailələr. Sərhəd yoxdur, Heç bir sərbəstlik sərhəd filan. yoxdur. Sərbəstdilər, istədiklərini eləyə bilirlər. Uşaqlıqdan bir qayda yoxdur. Yəni nə istəyirlər alınır. Yaşına uyğun olmadığı müddətcə telefon da alına bilər, kompüter də alına bilər. Yəni istədiyi kimi davrana bilər, təpiy ata bilər, ananı təhqir edə bilər, anaya ağır sözlər də deyə bilər. Amma bu uşaqdır, bu şəkildə davrana bilər deyə yanaşan ailələrdə, yəni uclarda olan ailələrdə Gülüb keçirik bəzən. yəni Görürük ki, məsələn uşaq nəsə əslində bunu eləmək yaxşı deyil, düzgün deyil, amma valideynlər gülürlər. Uşaq da onu yəqin ki, yaxşı davranış kimi qəbul eləyir. Yəni yaxşı davranış kimi qəbul edir. Burada əxlaqi normalar çox önəmlidir də Şəbnəm xanım. Yəni biz uşaqlıqda, uşaqların doğulduğu anda müəyyən sahələr var ki, valideynlər o sahədə uşaqlarına hər gün nələrsə verməlidirlər. Yəni bunu müəyyən, yəni 10 yaşdan ya da 20 yaşdan sonra etməməliyik. Uşaqların doğulduğu andan etməliyik. Yəni təbii ki, hər yaşında bunu fərqli edirik. Tutam ki, yəni biz 0 yaşda bir uşağa durub əxlaqdan danışa bilmərik. Bəli. Amma onun zamanında misal üçün qucağa almaq, onun ehtiyaclarını ödəmək, yəni vaxtında yemək vermək, altını dəyişdirmək, bu da bir tərbiyədir, baxımdır. Onu qucaqlamaq, toxundurmaq. Sonra uşaq böyüdükcə müəyyən yaşlarında ona nağıllar oxuyuruq. Nağıllarda bir süjet var. O süjetdə pis qəhrəman var, yaxşı qəhrəman var, dostluq var, sevgi var. Bir problem var, problemin həlli var. Oyunla oynadığımız zaman, misal üçün oyun oynayanda olan uşaqlar necə oynayır oyunu? Maşınları bir-birinə toqquşdururlar, avariyalar eləyirik. Biz təbii ki, həmən orada bir panikaya qapılmamız lazım. Deyir ki, burada yəni mənim uşağım aqressivdir. Yəni artıq gedəcək, hamını vuracaq, döyəcək. Yəni amma buna orada, ehtiyac yoxdur. Bəli, uşağımızı müşahidə edirik. Oynadığı zaman daha təşviq edirik başqa bir oyunlara. Məsələn, avariya etdiyi zaman tutam ki, maşınları xoşdur bir-birinə toqquşdurmağa. Amma burada başqa necə oynaya bilərik? Gəl svetofor qoyaq. Yaşıl yananda insanlar keçsin, amma qırmızı yananda biz səninlə məsələn sürək maşını. Yəni kiçik-kiçik dama-dama bəzi şeyləri öyrədirik. Yəni hər gün hopdura. Bunun üçün çox böyük bir saatlara, yəni ehtiyac yoxdur. Bu 15 dəqiqə, 20 dəqiqə də ola bilər. Bu gün uşağımıza nə öyrətdik? Yəni bunu bu gün sırf müəyyən bir şey öyrədəcəm deyilən bir şeydir. Həmən situasiyada ola bilər. Tutağım ki, parkda uşağınızla gəzdiyiniz zaman getdi digər uşağı vurdu. Yəni burada necə olur? Ya daha radikal davranırıq, nə edirik? Uşağı döyürük. Çünki digər valideynin yanında pərt olduq. Məsələn, o valideyn də etiraz edə bilər, nə isə deyə bilər, mən uşağımı vurdu və s. Ya uşağı döyə bilərik, qışqıra bilərik, onu ayıplaya bilərik ki, bu da yanlışdır. Yəni əksinə uşaqdır da. Uşaqdır deyib keçə bilərik. Amma orada bir nümunə gətirmək və nümunələri sadəcə uşaqların yaşına görə sadəcə belə olmaz, bu şəkildə davranmayacaqsan. Bax bir də elə eləsən, səni parka gətirməyəcəm, sənə şokolad almayacağam, amma səni sevməyəcək, səninlə danışmayacağam demək bir işə yaramır. Səncə sən niyə bu şəkildə davrandın misal üçün? Bunu anlamağa çalışmaq. Bəli, sadəcə suallar vermək və dinləmək. Misal üçün çünki o mənim oyuncağımı götürdü ya da çünki mən onun oyuncağını istədim. Tamam, başqa bir sual vermək. Yəni burada məsələ uşağa didaktik olaraq nə isə öyrətmək deyil. Uşağa sual vermək, uşaq özü qərar alır. Amma biz gətirib çıxardırıq müəyyən bir həqiqətlərə, öyrətmək istədiyimiz hansısa bir əxlaqi normalara. Yəni bu şəkildə davrandığımız zaman uşaqlarımıza qatqı etmiş oluruq, bir şeylər öyrətmiş oluruq. Amma bunu çox uclarda, sərt ya da heç nə olmaz oğlum, sən uşaqsan, sən bu şəkildə davrana bilərsən dediyimiz zaman əxlaqi baxımdan ona bir şey öyrətmiş olmuruq. Yanlış, bəli. Biz səbəblərdən danışırdıq. Burada ailə tutumundan başqa, təbii ki, ətrafdakı mühit də çox önəmlidir. Bəzən yəni zorba olan, yəni dostlar ola bilər, mühitdə, məktəbdə. Bəli, hər şey ailə ilə kifayətlənmir. Təbii ki, ailə ilə kifayətlənmir. Cəmiyyətin də bir rolu var orada. Cəmiyyətin də bir rolu var. Hamiləlik dövründə ananın olduğu, məsələn, hamiləlik problemləri, ana bətində, yəni stres, aşağı iqtisadi durum, çünki bu
düzənli şəkildə bir stressdir, evdə neqativ bir ortamdır. Uşağa da yansıyır. Yansıyır və həm ehtiyacı olan məsələn bir şeyləri əldə edə bilməməkdir, həm də stress olduğu üçün düzənli şəkildə evdə neqativ bir abu-havadır. Ailədəki olan münasibət problemləri, bunlar risk faktorlarıdır davranış pozuntularında. Bir də uşaq kiçik yaşlardan o beynin hopan dövrü ki var. Yəni biz danışdıq ki, tək ailə ilə kifayətlənmir də bu səbəblər. Eyni zamanda bağça mühiti var və ya məktəb mühiti var. Onlar necə təsir eləyir? Bax, sırf davranış pozuntusunun əməlinə gəlməsində, yəni biz bağçaya ya da məktəbə bir şey deyə bilmərik, amma şiddətləndirə bilirmi? Bəli, şiddətləndirə bilir. Çünki bağçada tutaq ki, biz son zamanlar az görmürük. Müəyyən bağçalarda, istər dövlət, istər özəl bağçalarda bəzən müəllimlər tərəfindən, təbii ki, bu sadəcə kiçik bir nümunədir. Mən demək istəmirəm ki, bağçalarda bu cür davranılır uşaqlara, amma məsələn şiddət göstərən müəllimlər var, baxıcılar var. Yəni bu düzənli şəkildə olursa, valideyn bundan xəbər tutmursa, uşaqda ciddi bir aqressiya yığılır. Məsələn, bəzi uşaqlar bunu böyüdükləri dönəmdə belə xatırlayırlar. Ya aqressiv davranışlar sərgiləyirsə müəllim, bax bir də bağça dönəmində uşaqlar müəyyən yaşda, 3 yaşdan, bəzən 1 yaşlı uşaqlar da bağçaya gedir və danışa bilmirlər, özlərini ifadə edə bilmirlər və orada dərdi nədir, sıxıntısı nədir? Bəli. Biraz uşaq şuluqdursa, tərsdirsə, sözə baxan deyilsə, yəni orada elə bir situasiya varsa, təbii ki, orada şiddət görürsə, istər sözlə olan şiddət, istər fiziki şiddətdən hal-hazırda danışıram, bunlar şiddətləndirə bilir. Eyni şəkildə məktəbdə də, yəni məktəbdə olan, sinifdə olan uşaqlar eyni olmurlar. Yəni elə uşaq var ki, sakitdir və həmişə sakit uşaqlar müəllimlərin sevimli şagirdləridir. Səsləri çıxmır, yəni səs-küy yaratmırlar, nizam-intizamı pozmurlar. Amma bəzi uşaqlar nizam-intizamı pozurlar və müəllim tərəfdən müəyyən vaxtdan sonra aqressiv qarşılanır bu, yəni laqeyd davrana bilir. Müəllim hər səhvdə artıq bu uşağı günahlandırmağa başlayır. Bəlkə də bir situasiya olur ki, orada bu uşağın heç günahı yoxdur, o başlatmayıb, amma artıq müəllim qaralayıb da, qaralayıbdır bu uşağı. Bütün günah keçisidir, bütün problemlərin günah keçisidir. Bu cür durumlar təbii ki, şiddətləndirir. Bir də o sakit uşağın nümunə çəkilməyi də digər tərəf üçün yəqin ki, neqativ bir təsir bağışlayır. Yəni, bəli, neqativ, çünki qısqanmağa başlayır, paxıllıq yaradır ya da inkar etməyə başlayır. Axı o şəkildə ola bilmir. O şəkildə olmadığı üçün artıq rədd etməyə başlayır. Mən də bu şəkildə davranıram. Sən məni rədd edirsən, mən də səni rədd edirəm. Bəli. Bəzən bilərəkdən uşaqlar özləri diqqət çəkmək üçün də artıq mənfi hərəkətlər, mənfi davranışlar sərgiləyirlər. Bəli. İstəyir məktəbdə, istəyir evdə. Biz həmişə bu çəkilişlərimizdə texnologiyadan, ekran asıllığından, həmişə deyirəm, yeri gəldikcə, yəni ekran asıllığından da danışırıq. Elə bu mövzuda da istəyirəm bu texnologiyanın, ekran asıllığının olması necə təsir eləyir uşaqların davranış pozuntularına və ya davranış pozuntunun şiddətlənməsinə səbəb olurmu? Kesinliklə. Yəni psixiatriya bir elmdir və hər bir elm olduğu kimi bizim müəyyən çağırışlarımız, verdiyimiz məlumatlar subyektiv deyil. Bir ədəbiyyata ya da tədqiqatlara dayanıqlıdır. Kəsinliklə tədqiqatlar göstərir ki, gün ərzində 2 saatdan çox ekrana məruz qalan uşaqlarda davranış pozuntuların riski demək olar ki, 2 qat artır. Daha da şiddətləndirir, qabarıqlaşdırır. Daha da şiddətləndirir. Xüsusilə də məzmunu aqressivdirsə, yəni orada məsəl üçün dava-dalaş varsa, nə bilim şiddət varsa, ölüm varsa, nə bilim qan tökülür və s. yəni ən çox oynanan oyunlar da bunlardır adətən. Kəsinliklə biz yəni uşaqlarımızı telefona ya da planşeta məruz qalmağını kontrol altına almalıyıq. Yəni gün ərzində 5 saat, 6 saat, 7 saat məruz qala bilməlidir. Bu şiddətli şəkildə davranış problemlərini artırır. Valideynlər tutaq ki, indi bundan artıq rastlaşıblar, uşaqda davranış pozuntusu var. Nə edə bilərlər ev şəraitində? Hansı üsullardan, hansı
yanaşmada ola bilərlər ki, uşağa dəstək olsunlar, kömək eləsinlər və bu vəziyyətdən çıxarda bilsinlər? İlk öncə, yəni dilə maraqlı bir şey var ki, müayinəyə gəldikləri zaman valideynlər uşaqlarla biz soruşuruq ki, bəzən çox adi şeylər soruşa bilirik də. Tutalım ki, deyirik ki, soruşuram ki, çarpayısını özü yığışdırırmı? Məsələn, valideynə çox adi bir sual gəlir ki, yəni bunun bura nə adiyyəti var, tutalım ki, ya da tutalım ki, yeməyi yedikdən sonra öz qab-qaşığını yığışdırırmı da, ya evdə kömək edirmi? Nədən bu çox önəmlidir? Çünki biz uşaqlarımıza uşaqlıq dövründən özünü təmizləmə bacarıqlarını öyrətməliyik, kəsinliklə. Yəni bir davranış pozuntusundan əziyyət çəkən uşaq nələri edə bilmir? İmpulslarının qarşısını ala bilmir. İradəsi yoxdur. Bu an həzz alacaqsa, onun üçün yəni vecinə deyil ki, qarşı tərəf nə hiss edir? Yəni bunu zalimliklə də əldən ala bilər, incidə də bilər. Yəni özünü təmizləmə bacarığı nə deməkdir? Duyğularımızı, düşüncələrimizi, davranışlarımızı kontrol etmə bacarığı. Və bu anında baş verən bir şey deyil. Yəni mən bu gün uşağıma bunu öyrəndim, sabah artıq bunu bacarmalıdır. Bu 20 yaşlara qədər uzanıb gedir. Çünki 20 yaşdan sonra beyin formalaşır. Yəni bizim beynimizin müəyyən hissələri var ki, sosial qərar verməkdə, impulsları kontrol etməkdə, duyğuları kontrol etməkdə cavabdehdir. Yəni onlar yeniyetməlik dövründə, uşaqlıq dövründə nakamdılar. Formalaşmaları və yetişmələri lazımdır. Yol uzundur. Bəli, burada əsas məqam nədir? Valideynlə uşağın ünsiyyəti və həyatı boyu, yəni məsələn 20 yaşlarına qədər yaşadığı təcrübələr. Valideyn burada bələdçidir, köməkçidir. Yəni ilk öncə uşaqlara ən zəif nöqtəmiz, yəni bizim cəmiyyətdə duyğuları tanımağa öyrətməliyik. Yəni mən hər zaman bir çox podkastlarda deyirəm, Azərbaycan xalqı üçün 2 duyğu var. Pis və yaxşı duyğu. Necə sən yaxşıyam. Başqa duyğu yoxdur. Yəni qorxu nədir? Nə zaman biz sevincli oluruq, nə zaman uşağımız qorxur, nə zaman utanır, nə zaman utana bilər, nə zaman qorxa bilər, həyəcanlana bilər. Çünki yaşadığı duyğunun adlanması lazımdır. O zaman daha onu duyğularını kontrol altına ala bilir. Davranışlarımızı, əxlaqi normaları öyrənmək, vicdan nədir? Yəni nəzakət nədir? Nəzakətli insan necə olmalıdır? Yəni bunu oturub kitabdan oxumağa ehtiyacımız yoxdur. Hər uşağın öyrənmə dili çox fərqlidir. Bəli. Biri oyunla bunu başa düşür, biri nümunə ilə başa düşür. Biri nağılla. Biri nağılla başa düşür, biri mahnı ilə başa düşür, biri rəqslə başa düşür, biri atasından, anasından nümunə götürür. Bəli. Yəni biz özümüz düzənli şəkildə hamıya yalan danışırıqsa və adətən bu kiçik yalanlardır. Misal üçün uşaqla bağlı yalanları deyim. Məsəl üçün, nədən biz ehtiyac duyuruq ki, uşağa getmişik peyvənd vurmağa, tutağım ki, deyək ki, heç ağrıtmayacaq. Baba, heç ağrıtmayacaq, bax görəcəksən, axı ağrıdacaq. Uşağın etibarı da sarsılır onda. Bəli. Sonra həkim görəndə də Əksinə deyə bilərikmi, bu səni az da olsa, ağrıdacaq, yəni sanki bəli. ağcaqanad dişləyəcək kimi ağrıdacaq, Bəli. amma bu çox az bir müddət davam edəcək, amma ondan sonra yəni sən sağlıqlı olacaqsan, səni müəyyən xəstəliklərdən qorumuş olacaq. Niyə gərək duyuruq yalan danışmağa burada? Və bunun kimi yüzlərcə yalan danışırıq. Misal üçün bir yerə gecikirik, bir şeyə gedəcəyik, başqa bəhanələr gətiririk telefonda. uşaq eşidir, Yalan onu danışır, görür, uşaq eşidir onu, model alır. Sonra 1000 dəfə də de ki, yalan danışmaq yaxşı deyil, xeyir olmayacaq. Siz maraqlı nədir? Biz Bəli. axı onu unuduruq. Bəzilərimiz üçün bu yalan deyil. Evet. Yəni kiçik yalandır çünki. Və uşaq yalan danışanda deyirik ki, bu uşaq niyə yalan danışır? Axı bizim evdə yalançı yoxdur. Bu yalançını hardan, bu yalanı hardan öyrəndi? Amma biz diqqət etmirik ki, özümüz də bunu edirik. Yəni ya da uşaqlıq dövründə məsəl üçün deyirik ki, davranış pozuntusunda oğurluq edir uşaqlar. Yəni bir şeyi götürəndə biz öyrədirikmi ki, bax bu sənin əşyan deyil. İnsanlar başqalarının əşyasını götürməz. Toxunmaq düzgün deyil. Yəni bəli. bunun üstündə yenə də deyirəm, radikal şəkildə döymək, sən oğrusan, sən məni biabır eləyəcəksən demək də bir işə yaramır. Çünki uşaq o an bunu anlamaya bilər, başa düşməyə bilər. Mənfi nəticələr verəcək. Amma yəni bunu
bir qayda olaraq öyrətmək, göstərmək, başqalarının əşyasını niyə götürmək olmaz? Başqasının mülkü onun mülküdür. Səninki sənindir, ananınki ananındır. Yəni mənim də əşyamı götürdüyün zaman icazə ala bilərsən, almalısan və s. Bunları öyrətməmiz. Nədən biz övladlarımıza uşaqlıq yaşlarından nəzakəti öyrətmirik? Nəzakətli olmaq çox böyük bir bacarıqdır. Çox dəyərli bir bacarıqdır. Biz utopik də ola bilmərik. Hamı yaxşıdır, bütün insanlarla yaxşı davran, bütün insanlar yaxşıdır deyə bilmərik. Çünki bu gerçək deyil. Bəzən insanlar, yəni görürsən ki, qarşındakı insan sənin nəzakətini yanlış anlaya bilir. Səndən istifadə edə bilir. Səndən istifadə edə bilir. Elə bilir ki, sən elə yazıqsan, heç nə başa düşmürsən, üstələnməyə çalışır səni. Açıq sözlü və nəzakətli olmağı öyrətməliyik. Yəni nəzakətli olmaq nə deməkdir? Nəzakətli olmaq digər insanların da fikirlərini diqqətə alıb, amma özünü alçatmamaq deməkdir. Yəni mən açıq şəkildə etirazımı bildirə bilərəm. Yəni bir yox deyə bilərəm, qarşı ala bilərəm, amma bunu nəzakətli şəkildə edəcəm. Nəzakət çox dəyərli bir bacarıqdır. Bunu əldə etdiyimiz zaman insanlarla olan münasibətlərimiz də dəyişir. Çünki aşırı nəzakətli olduğumuz zaman, yenə də deyirəm, insanlar bizdən sui istifadə edə bilir. Aşırı açıq sözlü də olanda kobud olmaq, hər istədiyimizi demək, istədiyimiz zaman insanların qəlblərini qırmaq, yəni uşaq da buna baxır, yəni bunu bir model olaraq götürür. Ya bu şəkildə davranmaq daha doğrudur. Ya da məsələn, səni vurdularsa sən də vur. Adətən istifadə olunan kəlmələrdir. Bəli. Amma başqa cür həll edə bilərikmi bu məsələni? Yəni qarşı sual olur ki, neyniyim uşağımı, onda deyim ki, səni vururlarsa dur bax. Başqa həll yolları var. Susmaq lazım deyil. Təbii ki, səni kimsə vurmamalıdır. Bunu öyrətməliyik övladımıza. Kimsə səni alçatmamalıdır. Sənin də müəyyən hüquqların var. Amma bunu başqa yollarla da həll edə bilirik. Həmən hücuma keçmək və bunu uşaqlarımıza öyrətmək, özünü qorumağa ilk öncə öyrətməliyik. Yəni hücuma keçdiyi zaman aqressiya daha çox artır. Yəni birinə o şiddəti və gücü göstərdiyi zaman bəzən uşağın bu xoşuna gəlir. Ki, yəni demək ki, məndən qorxa bilərlər. Yəni diqqət mərkəzində olmaq, o qorxunu, o gücü saxlamaq, yəni xüsusilə də ailədə o diqqəti görmürsə, laqeyddirsə valideyn, yəni xoşuna gələ bilər uşağın. Uşaq yalan danışırsa, uşaq oğurluq eləyirsə, gəlin bir səbəblərinə baxaq. Nədir burada səbəb? Yəni bəlkə biz uşağın üstünə, məsələn, kiçik bir səhvdə uşağımıza necə yanaşırıq? Məsəl üçün, onu çoxmu danlayırıq? Bəzən çox danladığımız zaman, ən belə balaca səhvlərində çox yükləndiyimiz zaman uşaqlar yalan danışmağı daha çox tərcih edirlər. Çünki danılacaq. Ya da tutağım ki, valideynin ya da müəllimin gözləntisi, bayaq müəllimlərdən danışdıq. Müəllimin gözləntisi çox yüksəkdir uşaqdan. O gözləntiyə uyğun olmaq istəyir. Yalan danışacaq o zaman. Daha maraqlı görsənmək üçün yalan danışa bilər. Müəyyən şeyləri əldə etmək üçün yalan danışa bilir. Nələr isə ehtiyaclarını mı qarşılamırıq? Çoxmu sərtik? Yəni çoxmu gözləntimiz var? Altda yatan səbəbləri araşdırmalıyıq. Eyni şəkildə oğurluqdan biz danışırıq. Yəni nələri əldə etmək istəyir oğurluqla? Yəni mən zamanında bu uşağa başqasının malı, öz malım, bunları öyrədə bildimmi? Yəni bunu nə üçün edir? Yəni bu səbəbləri, altda yatan səbəblər uşaqlarda çox müxtəlif ola bilir. Məsəl üçün başqasında olan əşyanı əldə etmək istəyir. Onda varsa məndə də olsun. Ya da mənim olmalıdır bu. Çünki uşaq bunu öyrəşib. Hər şey mənim olmalıdır. Verilmirsə icazəsiz ala bilərəm. Anlayışı ola bilər. Yəni altda yatan səbəbləri araşdırdıqları zaman artıq bunun çözümləri də var. Çözümlər də nədir? Yəni həmən məsələn uşaq valideynlərə ən böyük səhvi nədir? Bunu bildik, tutağım ki, səbəbi bildik nə üçündür. Neyniyim? Neynədikləri zaman neynirlər, döyürlər ya da danlayırlar, ağlayırlar, çarəsizlik bir sən pis uşaqsan. Bəli. Səni belə deyəcəklər. Utanıram sənə görə, sən yalancısan. Məni biabır elədin. Biabır elədin, məktəbdə müəllimin üzünə necə baxacam? Dinləmək, başa düşmək,
nə üçün bunu eləyir? O dediyimiz kimi hansı səbəblərdən bunu edir? Özünü düşündürmək, başqa alternativ yollar tapmaq. Yəni sadəcə döyməklə ya da aqressivliklə, hətta qorxularla, cəza ilə təəssüf ki, bunu qarşısını ala bilmirik. Daha pozitiv yöntəmlərlə. Pozitiv yöntəmlər dediyimiz, yəni bu pışpışlamaq nəzərdə tutmuram. Yəni başqa necə bu uşağı başqa davranışlara təşviq edə bilərəm? Ya da onun başqa yaxşı davranışlarını bəlkə qabardaraq Məsələn, özünə bir uşaq göstərərək. bəli, özgüvəni aşağıdırsa, özünə inamı aşağıdırsa, yəni bu səbəblərdən yalan danışır. Məsələn, uşağım ona görə yalan danışır ki, başqaları üçün maraqlı olsun, diqqət çəksin. Başqa necə diqqət çəkə bilər övladım? Digər uşaqlarla hansı xüsusiyyətlərinə görə uşaqlar onunla dostluq edə bilər? Bu tərəfə baxın. Bəlkə heç özü fərqində deyil ki, o yalana da ehtiyacı da yoxdur, bəlkə də diqqət çəkmək o yolu üçün. görür. Yəni Bəli. onun çözüm yolu odur. Amma valideyn də ona başqa bir çözüm yolu göstərə bilər. Bəli. Bəs yeniyetmələrdə Yasəmən xanım, hansı davranış pozuntularını nümunə çəkə bilərsiniz? Valideynlər bu yerdə nəyə diqqət eləsinlər? Burada diqqət edilən məqam budur ki, bəzən bu davranış pozuntularla digər problemlərin, məsəl üçün depressiyanın və s. Məsələn, eyni şəkildə hiperaktivliyin də şikayətləri bir-birinə qarışır. Burada əksər hallarda bir mütəxəssis rəyi lazım olur. Çünki bəzən yeniyetməlik dövründə davranış pozuntusu başlayanda nə ilə başlayır? Dediyim kimi, yəni cinayətə qoşulma, evdən qaçma, manipulyattiv davranışlar göstərmək, yəni sözə baxmamaq, məktəbi rədd etmək, daha çox bunu yeniyetməlik dövründə görürük. Qız uşaqlarında əks cinsə maraq, məsələn, daha çox sevgili əldə etmək, cinsi təhlükəli cinsel münasibətlər, olanlar tərəfindən cinsi zorakılıq görürük. Burada yəni bəzən depressiyada yeniyetməlik dövründə bu şəkildə keçə bilir. Yəni sadəcə belə otağa qapanmaqla yox da, sırf davranış pozuntularının əlamətləri ilə büruzə verə bilir. Yəni həm diqqətli olmaqlarını, yəni bu cür davranışlar göstərdiyi zaman mütləq bir mütəxəssis rəyi almaqları və burada yəni təəssüf ki, yeniyetməklə bacarmaq daha çətin olur, amma yeniyetməlikdə başlayan dediyimiz kimi davranış problemləri proqnozu daha yaxşı olduğu üçün proqnozu yaxşı ola bilər. Biz demirik ki, yəni burada müdaxilə etməyin, mütləq müdaxilə olunmalıdır. İstər professional yardım, istər ailənin yardımı, yəni boş-boşuna buraxmamalıyıq. Amma bəzən valideynlər çox radikal yollara girirlər. Məsələn, uşaqdan imtina eləmək ya da uşağı gətirib məsələn müayinəyə, yəni məsəl üçün sırf bu davranışını ortadan qaldırmaq lazımdır. Yəni biz biabır oluruq. Yəni el aləmə biabır olmuşuq. Artıq bu davranış olmasın. Məsələn, içki içir, siqaret çəkir, sözə baxmır, məni saymır. Yəni mən onun atasıyam, anasıyam, məni sayacaq. Yəni valideynlər altda yatan səbəbləri çox da araşdırmırlar və bəzən onlara doğrudan da maraqlımı deyil, yəni özlərini çox çarəsiz, acizmi hiss eləyirlər. Ora girmək istəmirlər. Yəni çözümü başqa bir şeylərdə görürlər. Sanki bir möcüzə olacaq və bu yəni problem ortadan qalxacaq və hər şey düzələcək. Biz mütəxəssislər bu problemi bu şəkildə görmürük. Yəni nələr oldu ki, bu yeniyetmə bu şəkildə davranmağa başlandı? Nələri düzəldə bilərik? Hansı davranışlarla, misal üçün, yəni burada yenə vicdan anlayışı, əxlaqi anlayışı zəifdirsə, necə bunu, yəni bu uzun zaman tələb edən işlərdir. Amma mümkündürmü? Mümkündür. Yəni ailə dəstəyi ilə, mütəxəssis dəstəyi ilə yəni ortadan nə dərəcədə qalxdığını təbii ki uşaqdan uşağa, yeniyetmədən yeniyetməyə dəyişir, amma mümkündür. Valideynlər adətən o yaşda çarəsiz qalırlar, çünki nə uşaqdır, nə böyükdür, amma artıq məsələn söyüş söyə bilir, məsələn masanı götürüb çırpa bilir, yəni heç cür şəkildə sözə baxmır və valideynlər çox tükənirlər. Yəni və onlar üçün çox dəhşətli və çox acı verici bir situasiyalar olur və gələcəyi çox pis görürlər. Yəni bu uşağın gələcəyini artıq yəni bir şey dəyişməyəcəyini, uşaqlarını itirdiklərini düşünürlər. Yəni o qədər ümidsiz olmasınlar.
yeniyetməlikdə bu qədər çılğınca keçən davranış pozuntuları %100 yəni ciddi şəkildə gələcəkdə də pis bitəcəyi ilə bağlı, yəni %100 belə bir anlayış yoxdur. Sadəcə o an müdaxilə etmələri lazımdır. Nədir o həyəcan təbili, o həyəcan siqnalı ki, Hı. valideynlərə artıq qəti şəkildə göstərir ki, biz əlimizdən gələni elədik, amma artıq bacarmırıq. Bir mütəxəssisə, bir psixoloji dəstəyə ehtiyac var. Məsəl üçün bayaq dedik ki, müəyyən o şikayətlərimiz var ki, onların daimi olması artıq bizim üçün bir göstəricidir. Yəni bu ciddi bir şikayətlərdir də, daimi oğurluq eləmək, yalan danışmaq, Təkrar baş verən davranışlar. Məktəbi rədd etmək. Valideynlər tutağım ki, birləşdilər, bir mühit yaratdılar, dəstək olmağa çalışdılar uşağa. Amma yenə də məsələn tutağım ki, Nəticə zorba görünmür. dostlarından uzaqlaşdırmağa çalışdılar, məktəbi dəyişdilər, amma bir nəticə əldə edə bilmədilər. Burada təbii ki, mütəxəssisə müraciət etmək önəmlidir. Nə üçün? Çünki bəlkə də yetərli bacarıqları yoxdur bunu əldə etmək üçün. Nəsə gözdən qaçır. Yəni mütəxəssislər adətən, yəni biz davranış pozuntusundan danışırıqsa, davranış pozuntuların müalicəsində dərman preparatları öncəlik deyil. Yəni o dediyim kimi, yəni orada depressiv bir əlamət varsa, hiperaktivlik, impulsivlik varsa biz dərman yaza bilərik. Burada psixoloji dəstək çox önəmlidir. Bu psixoloji dəstək sadəcə uşağa olunmur, ailəyə olunur. Yəni valideynlərin bacarıqları aşkarlanır. Yəni bu uşağa olan yanaşma, valideyn yanaşması, aralarında olan münasibət, fərdi uşaqla məşğul olunur, ailə birlikdə dəvət olunur. Yəni burada məsəl üçün bir-birləri haqqında nələr bilirlər, ümumiyyətcə anlayışları nədir? Bəzən görürsən ki, ailə tamamilə qopuqdur. Tamamilə qopuqdur. Yəni bu ailəni birləşdirə biləcək hansı dəyərlər var? Yəni bunlara etdiyimiz zaman valideynlər yeni bacarıqları əldə edə bilirlər. Yəni əvvəl tutağım ki, çox kəskin yanaşdıqları hansısa bir situasiyaya daha mülayim yanaşa bilirlər, daha rahat yaşaya bilirlər, amma tutağım ki, hardasa sərxət qoymayıblar, orada sərxət qoymağa başlayırlar, bundan qorxmurlar, ay uşağıma travma yaşadaram, aha daha betər olar, çıxıb gedər, ümumiyyətcə qayıtmaz. Bunu mütəxəssislə etdikləri zaman daha güvəndə hiss edir özünü ailə və nəticələr də daha yaxşı ola bilir. O zaman işbirliyi çox önəmlidir. O zaman deyə bilərik ki, burada effektiv üsul ailə terapiyasıdır da sanki. Bunu deyə bilərik. Yoxsa başqa terapiyalardan da istifadə olunur. Bildiyim qədərilə oyun terapiyasıdır və s. Bəli. Yaş çox önəmlidir. Görə, yaş çox önəmlidir və burada yəni müxtəlif valideynlik proqramları var. Məsələn, məşhur pozitiv valideynlik Triple P beynəlxalq bir proqramdır. Orada valideynlərə öyrədilən, yəni o dediyimiz kimi pozitiv yanaşma, müsbət yanaşma, yəni müsbət disiplin. Yəni mən bir uşağıma bir şey öyrədəcəmsə, onu məsələn 2-3 yaş olan yaş periodunda olan uşaqlar nə deyirlər həmişə? Özüm eləyəcəm, hər şey özüm eləyəcəm, mən eləyəcəm. Yəni əslində öhdəsindən gəlməyəcəyi bunun. Amma yəni eləyəcəm. Tutam ki, ət maşınını görür, mikseri görür, özüm eləyəcəm. Orada nə deyə bilərik? Orada yox deyə bilərik, olmaz deyə bilərik. Amma bu çox işə yaramır da. Yəni uşaq başlayır isterika, özünü məsələn çırpmağa başlayır. Niyə olmaz? Niyə olmaz? Alternativ hansı yollarımız ola bilər? Məsəl üçün, gəl sənin fərdi mikserini alım, bir oyuncaq almaq ya da məsələn 5 dəqiqəmizi ayırıb orada bir süd tökmək, bir şey tökmək birlikdə, amma bunu edə bilərik. Amma eləyə biləcəyi şeyləri ona təklif eləmək. Və yəni digər tərəfdən yanaşma, həmən kəsib atmamaq. Bir də biz bayaq emosional təmizləmədə danışanda çox bunu bayaq dedim, yarımçıq qaldı. Mən dedim ki, uşaqlar məsələn valideynlər müayinəyə gələndə adi suallar veririk ki, tutam ki, çarpayısını yığışdırırmı? Yəni hansısa bir məsuliyyət ya biz uşağın yaşına görə uşaqlara məsuliyyət verməliyik. Məsəl üçün valideynlər gəlir, bir yeniyetmədir. Deyirsən ki, özü deyir ki, məsəl üçün çarpayısını da, nə bilim, otağını belə yığışdırmır. Mənim ilk soruşduğum odur ki, nə vaxtdan çarpayısını məsəl üçün siz özünü yığışdırmağına məsələn təşviq edirsiniz?
deyir ki, nə bilim elə böyüdü, dedim ki, özün yığışdıracaqsan. Amma biz bunu daha erkən yaşlardan edə bilərik. Valideynlər bunu qəti şəkildə önəmsəmir. Məsələn 4 yaşında birlikdə çarpayını yığışdıra bilərik. Biz 4 yaşındakı uşağa, məsələn biz özünü təmizləmə bacarığından danışırıq da. Yəni 4 yaşlı uşağa bir o məsuliyyəti qoya bilmərik ki, sən çarpayını özün yığışdırmalısan. Çünki onun öhdəsindən gələ bilməz. Amma birlikdə yığışdıra bilərikmi? Bir ucundan tutsun. Artıq bu bir vərdişdir. Yəni bunu ayda bir dəfə yox, hər gün etməmiz lazımdır. Yəni bunu misal üçün əksər bütün işi ana görür. Amma bir yastığı qoyur, nə bilim ucundan eləyir, sonra deyir ki, böyüsən mən yığışdırdım çarpayını. Uşaqlar sevirlər, çox sevirlər belə işləri. O yaşlarda çox sevirlər, amma sonradan biz ana ilə, ata ilə eləyirlərsə, gördürtmürüksə o işi, onun üçün normal olur. Sonra uşaq böyüyür. 7 yaşında daha əksər işi ona verir. Məsələn, çarpayını əvvəl daha çox ana yığışdırırdısa, artıq ana qıraqdan misal üçün baxır, artıq ucu, bucağı ana düzəldir. Yəni müəyyən yaşda, 9 yaşda, 10 yaşda artıq düzənli şəkildə yeniyetməlik dövründə bu artıq tamamilə bu uşağın məsuliyyətidir. Yeniyetmənin məsuliyyəti çarpayını yığışdırmaq. Amma bizdə əksinə olur. Yəni o yaşda tam olaraq bu gün sən artıq bütün evi, eşiyi ya da nə bilim otağı özün yığışdırmalısan. Yəni uşaq üçün bu yeni bir bacarıq 14 yaşında necə eləyirlər? Həmişə sən eləyirdin. Yox, qalsın, onda mən eləmirəm. Amma vərdiş halına gəldiyi zaman, yəni artıq uşaq bunu yəni normal qarşılayır. Yəni onun öz məsuliyyətidir və nə zaman yığışdıracaq, necə eləyəcək, o artıq normal özü bilir. Bir gedişat olur artıq. Bəli, bunu dama-dama etdiyimiz zaman, dama-dama öyrətdiyimiz zaman uşaqlara biz nəticə görə bilirik. Yəni davranış pozuntuları çox əziyyət çəkdiyimiz bir diaqnozdur. Çünki psixoloji dəstəkdə də yarımçıq qalan, kömək edə bilməyəcəyimiz ailələr də çoxdur. Əsas problem nədən qaynaqlanır? Ailələr buna qarşılıq vermir. Həmən indi çözüm istəyirlər. İllərdir bir uşağa bir şey öyrətməmişiksə, vicdanı öyrətməmişiksə, əxlaqı öyrətməmişiksə, yəni nəzakətli olmağı öyrətməmişiksə, dürüst olmağı öyrətməmişiksə, birdən-birə bunu necə eləməli? Birdən-birə o uşaq düzəlməyəcək. Yəni orada ciddi bir çabaya ehtiyacımız var. Dama-dama bir şeyləri öyrətməmiz lazımdır. Armud biş ağzıma düş, bəzən belə olur. Cəmiyyətimizdə belə uşaqları, davranışında problem olan uşaqları damğalayırlar, tərbiyəsiz kimi baxırlar ona və hətta belə adlandırırlar da. Bunlara münasibətiniz necədir? Damğalamaq çox asandır. Çox asandır. Çox asandır, bəli. Yəni cəmiyyətimiz bunu anlamalıdır ki, biz bu gün niyə davranış pozuntulardan danışırıq? Çünki davranış pozuntusunu şikayətləri və bu simptomları azalmırsa, yəni şiddətlənirsə, yetişkinlik dövründə bir şəxsiyyət pozuntusuna keçir. Antisosial şəxsiyyət pozuntusu, şəxsiyyət pozuntularının içində ən zalimkar, cəmiyyətə ən zərərli olan şəxsiyyət pozuntularından biridir. Cinayətkarlar, manyaklar, yəni sırf bir çoxlarında antisosial şəxsiyyət, yəni sosiopatlar şəxsiyyət pozuntusudur. Ona görə cəmiyyətimiz də bir növ bu məsuliyyəti daşımalıdır ki, hər uşağa biz bu yəni damğanı tərbiyəsizdir, yəni itirilmiş bir kadr kimi baxdığımız zaman əldə nəyi edirik? Yəni o uşağı görməzdən gəlmədiyimiz zaman nə olur ki o zaman? Yəni uşaq yox olurmu? Yox olmur. O uşaq böyüyür, sonra bir yetişkinə çevrilir. Və o cəmiyyətin içindədir. Cəmiyyət üçün, eyni də o cəmiyyətdəki olan fərdlərin yaxınları üçün bəzən təhlükədir. Bəli. Bütün bunları nəzərə almaq lazımdır. Və insanların baxışları da, kəlmələri də valideynlərə də təsir eləyə bilir və adətən yanaşmada sıxıntı olan valideynlər bütün bu baxışların təsirindən o da uşağın üstünə düşür. Bəli, uşaq valideyn də özünü itirir. Yəni valideyn də cəmiyyətdə bir müəyyən bir rolda olmaq istəyir, sayıb seçilmək istəyir, övladına görə utanmaq istəmir. Amma baxın, bu dediyimiz şikayətlər çox ciddi şikayətlərdir də. Yəni belə deyək, bir insanın edə biləcəyi ən mənfi xüsusiyyətlərdir. Tutam ki, oğurluq etmək. Məsəl üçün biz qız uşaqlarından danışdıq. Dedik ki, qız uşaqlarında yeniyetməlik dövründə davranış pozuntuları qarşı cinsə
ciddi bir maraq olur, cinsi münasibətlər, fərqli fərdlərlə ola bilir. Yəni bir ailə bunu bildiyi zaman çox ciddi bir faciə yaşayır bununla bağlı. Artıq yəni bu məsələn mən bunu xüsusilə də təcrübəmdə gördüyüm üçün sıx-sıx, yəni məsələn artıq cəmiyyət üçün də biz indi cəmiyyətdən danışırıq. Artıq bu qıza artıq bir yüngül bir qadın kimi baxırıq ki, bu qadın olmur, bu bir yeniyetmə olur. Yəni adətən bu yeniyetmələrdir. 14 yaşında, 15 yaşında, yəni TikToklarda falan da biz görürük, nə bilim, məni məsələn bu yaxınlarda çox sarsan bir şey oldu. Bu pedofillə bağlı Səbrabadda olan bir situasiya oldu və orada o qız uşağı linçlədilər uşağı. Linçlədilər uşağı. Bəli, yəni bir uşağı 4 yaşında bir uşağı. Yəni biz hələ yeniyetmədən biz danışırıq. Yəni mən hal-hazırda bir yeniyetmədən danışıram. Amma bu yeniyetmədir, onun beyni özünü yetişkin kimi apara bilər, cinsəllik yaşaya bilər, amma bu bir yetişkin deyil. Və biz cəmiyyət olaraq bir çuxur qazıb o uşağı ora itələyəndə nə qazanırıq ki? 4 yaşı ora eləyən, yəni bu qədər linçləyən yeniyetmə nə deməz? Yəni və artıq bu uşağı gələcəyinin olmaması, artıq bu ailə qura bilməz, münasibət yaşaya bilməz, ana ola bilməz. Bu damğaları vururuq. Yəni bizim məqsədimiz hal-hazırdakı dövrdə bu uşağı xilas etmək. Yəni 30 yaşında bu davranışları etməsin. Yəni tamam, bu yanlışdırmı? Yanlışdır. Amma nə dinimizdə, nə konstitusiyamızda hansısa bir səhvə görə tamamilə insandan vaz keçmək, onu görməmək, onu bir cəmiyyətdə damğalamaq heç bir yerdə öyrədilmir bu. Yəni məncə bununla bağlı cəmiyyətimiz də yeni bacarıqlar öyrənməlidir. Yəni onu vəziyyətdən çıxardıb qazandırmaq lazımdır. Ailəsinə qazandırmaq, cəmiyyətə qazandırmaq lazımdır əslində. Biz isə çünki o zaman cəmiyyət də udur. Bəli. Amma bu şəkildə davrandığımız zaman cəmiyyət uduzur. Çünki bir çox problemlər bu şəkildə yanaşdığı zaman gizlədilir, yardım alınmır, danışılmır. O zaman da biz bir çox insanları, bəlkə də gələcəkdə bu davranış problemi yaşasa da gələcəkdə 30 yaşlarında, 40 yaşlarında cəmiyyət üçün çox faydalı bir şəxs ola bilər. Mən bir nümunə gətirmək istəyirəm. Çox məşhur bir roman var, Şəkər Portağalı. Oxumuşam, Zeze. Çox sevirəm. Məsələn, orada Zeze çox şuluq, düzənli şəkildə problem yaşayan bir uşaqdır. Ailəsi ekonomik, iqtisadi baxımdan aşağı və düzənli ciddi problemlər yaşayan və o uşaq hamı görməzdən gəlir. O sadəcə problemli uşaqdır. Şiddət də göstərilir ona, görməzdən də gəlinir. Yəni tam olaraq bizim danışdığımız, bugünkü danışdığımız o damğaların hamısı o uşaqda var. Sonra onun həyatında tam olaraq yad bir insan peyda olur. Portuqalı deyir deyəsən onu, Portuqalı deyir. Və bu insan o uşaqda digərlərinin, hətta valideynlərinin görmədiyi bir şeyləri görməyə başlayır. Düzdür, o əsər biraz faciəli bitir, o itirir o insanı, amma orada nəyi göstərir bizə? Yəni bu insan yaddır, amma bir şeylər görür. Yəni sən yaxşı uşaqsan deyir Zeze. Onu dinləyir, onu önəmsəyir, onun duyğularını önəmsəyir. Yəni az deyilmi cəmiyyətdə? Məsəl üçün bizim də məktəb illərimizdən ya universitet illərimizdən bizə yol göstərən bir müəllimimiz olmayıbmı? Hansını ki biz seçmişik, hansısa müəllimin sözü çox bizə təsir edə bilər. Heç vaxt unutmaram, bir şey oxumuşam. Mənbəyini xatırlamıram. Bəlkə Instagramdan, bəlkə bir məktəbdə, kitabdan oxumuşam bunu. Bir insan yazmışdı ki, mənə bir dəfə müəllim dərsdə demişdi ki, səndən adam olmayacaq. Amma mən böyüdüm, çox gözəl uğurlu karyerim oldu, bir dənə gül aldım. Yəni düşünün, bu insan bunu yəni unutmayıb, böyük bir kişi olubdu və gül alıb gedib müəlliminin qarşısında deyib ki, baxın falan kəs mən adam oldum, böyüdüm, amma siz deyirdiniz ki, məndən adam olmayacaq. O baxımdan bizim cəmiyyətimizin hər fərdi yəni məncə o məsuliyyəti daşıyır. Çünki bəzən biz təbii ki bu Şəkər Portağalındakı olan uşaq burada məsələn valideynlər də çox laqeyddir. O insan pis insan da ola bilərdi. Başqa nəticələr də ola bilərdi. Bəli. Amma onun bəxti gətirir. Yəni o insanla qarşılaşır və o insan ona başqa dəyərləri qatır. Və o necə gözəl təsir eləyir uşağa. Bəli.
Düzdür. Yasemin xanım, stereotiplərdən danışaq bəlkə. Hı hı. Stereotiplər varmı? Elə bir stereotip varmı ki, bu mövzuda siz onu Hı hı. ümumiyyətlə darmadağın eləmək istəyirsiniz? Hansısa konkret davranış pozuntusu ilə olan məncə ən böyük stereotip tərbiyəsiz uşaq. Elə İtirilmiş bayaq uşaqdır. Bəli. danışdığımız. Və yəni məncə biz alışqınıq bir şeylərə, yəni xəstə deməyə, anormal deməyə, yəni valideynlərə yazıq gözü ilə baxmağa. Yazıq elə yaxşı adamdır ki, amma Uşağı belədir. bəxti gətirmədi. Amma yəni uşaqlıq dövrü, xüsusilə də yeniyetməlik dövrü bir körpü dövrüdür. Gələcəkdə necə olacağını bilmirik. Ya və orada həmən o damğanı qoymaq, bu itirilmiş uşaqdır. Boş-boşuna nə gəzirsə mütəxəssisləri. Yəni nə xeyri var pul ki, da tökürsən. Pul tökürsən, yalandan sənə orada nəsə seanslar eləyirlər, bir nəticəsi də olmur. Yəni hər şey bu qədər ümidsiz olmaq lazım deyil. Yəni ümid çox önəmlidir. Necə deyirlər, ən son ölən ümiddir. O gərək yaşasın. Ən son ölən ümiddir. Təbii ki, Bəli. sadəcə ümidlə də olmur. Bir şeylər etmək, yəni övladımız üçün yeni etmədiyimiz bir şeyləri etmək, öyrənmək önəmlidir. Fərqindəlik qazanmaq çox önəmlidir. Yəni valideynliklə bağlı fərqindəlik. Mən zamanında nələri yanlış etdim, bunları dəyişmək çox önəmlidir. Amma ümidsiz baxdığımız zamanda, yəni doğrudan da heç bir nəticə olmur. Çünki o zaman biz ümumiyyətcə heç bir yer saxlamırıq ki, bu uşaqda bir düzəlmə ola bilər, bu uşaq dəyişə bilər, bu uşaq tam bir insan ola bilər, tam bir yetişkin ola bilər, olğun bir yetişkin ola bilər. Ağacdakı balıq kitabı var. Bilmirəm oxumusunuz yoxsa yox. Orada düzdür disleksiya ilə əlaqəlidir. Bir uşağın qarşısına yenə yaxşı bir müəllim çıxır və kağızda qeyri-mümkün yazılıb. Yəni uşaq üçün onun bacara bilmədiyi, oxuya bilmədiyi, yəni qeyri-mümkün görünür ki, nə vaxtsa oxuya bilər, bacara bilər. O müəllim orada o kağızı cırır, ancaq mümkün hissəsini saxlayır və uşağa verir ki, sən bunu saxla. Və həqiqətən də mümkün olur. Yəni sən əsas odur ki, ona inanasan. İnanasan ki, bu düzələcək. Bu mümkündür, mümkünsüz heç nə yoxdur. Çalışmaq, səy göstərmək və nəticə əldə etmək. Yəni etmədiyimiz zaman onsuz da itiririk. Bəli. Çox vaxtı. Amma etdiyimiz zaman bir şeylər qazanmaq əlimdən gələni eləyirəm. Mən eləyirəm, mütəxəssisə müraciət eləyirəm, yəni nəsə eləyirəm, boş buraxmıram. Bəli, Yasemin xanım, təşəkkür eləyirəm sizə. Mən təşəkkür edirəm. Zənnimcə bu mövzu həm müəllimlər üçün, həm valideynlər üçün çox aktual və vacib bir mövzu idi. İnanıram ki, hər kəs faydalanmış oldu. Çox sağ olun bir daha. Siz sağ olun dəvətiniz üçün. Görüşmək üzrə. Çox sağ olun. Smart Sağlam İnkişaf Platformasının təşkilatçılığı ilə Valideyn Bələdçisi podkastını izlədiniz. Növbəti görüşlərədək sağ olun.